Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevalles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'ni ve zidni ilme. Sonra Şeyh rahimahullah yeni bir bab açır. Bab tesetturi fi gasli inden nas veya da gusli inden nas. İnsanların yanında qusul etdikdə pərdə tutmaq və yaxud da nə ilənsə bağlamaq. Belə bir bab açır. Deyir ki, Ummu Hənəyi, daha doğrusu Ummu Hani bintə Əbi Talibin, deyir ki, Əbu Talibin qızı Ummu Hani deyir ki, getdim deyir Allah Resulü sallallahu aleyhi ve sellem yanına. Əməl fəthi, yəni Məkkənin fəthi ilində idi. Və yaxud da Məkkə fəthinin həmən vaxtı idi. Və ya Məkkə fəthi vaxtı idi. Bu, nədir, mənalar verir. Fəvəcədduhu yəğtəsil, və gördüm ki, Allah Resulü sallallahu aleyhi ve sellem qusullanır. Və Fatimətu təstətur, yəni o deməkdir ki, yanında. Soruşdum, deyir ki, Fatimə radiyallahu anh deyir, ona deyir, şey tuturdu, pərdə belə tutmuşdu və qusullanırdı. Fəqal, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, mən həzihi, bu kimdir? Fatimədən soruşur radiyallahu anh. O da deyir ki, ənə Ummu Haniyin. Dedim ki, mən Ummu Haniyəm. Yəni ki, kimin qızı? Abu Talibin qızı. Şeyx gətirir ki, təsəttur, yəni bağlanmaq, örtünmək, pərdələnmək və s. bu cür mənalardır. Bir neçə qismə bölünür. Birinci qism. Təsətturillezî yəhsulu bihi sitru avrə. Deyir ki, birinci odur ki, qəsd olunan burada övrət yerini bağlamaq idi. Yəni, övrət yerini bağlayır. Bu deyir, nədir? Əsas məsələlərdəndir, vaciblərdən deyənlər var. Və lə budda minhə illə idəkən ləm təqun ində illə zəvcətu. Əgər yanında deyir, zövcəsi yoxdursa da, kimsə tutursa, nəsə eləyirsə də, yəni övrət yerini bağlayıb çinməyi daha nədir? Əsaslardandır. Yəni, kim olsun, deyək ki, bir nəfər gedir, o qədər olur ki də, yəni qıraqdan belə tutursan, ehramda da ham biri dəyişir, biri sol, birisi tutur. Yəni, bu hallarda, və yaxud da deyək ki, heç nə yer yoxdur, boyuna qusul gəlibdir, xahiş edib bir nəfərdən belə tutur, orada nədir, qusul alır. Yaxşı ki, deyir, övrət yerini bağlı olsun, o halda nədir, yunmaq, usulmaq daha məqsədə uyğundur. İkincisi, təsəttur bikəmili bədəni. İkinci qism alimlər gətirir ki, bütün bədəni görünməməyidir, daha yaxşıdır. Və hədə afdal. Bu da ən əfsəli. Və ləkin leysə vacib. Lakin vacib deyil. Nətəri? Nəsə bir iş görürsən ki, qıraq adamlar var da. Bəzən var ki, insan kövəklə dizini bağlayır və bütün bədəni açıq iş görür. Yer belliyirmi və s. və eləx də. Yəni, bunun örtünməyi vacib deyil. Yəni, çünki həmən yerlər haram babından deyil. Və ona görə deyil, lakin deyil, əfsəldir örtməyi. Burada çox variantlar gətirirlər alimlər ki, insan var ki, yəni ki, bədəni hər gözəl ola bilər, yaraşıqlı ola bilər. Yoldan keçəndə ona baxarlarmı və yaxud da nəsə olar, gözümü dəyər, hər bir şey ola bilər də. Və ona görə deyil, o baxımından örtülü olması daha nədir, məqsədə uyğundur. Və fi hədisi Ummi Hani'in dəlilun alə zəvacil kələm, daha doğrusu cavazil kələm vəl insanu uriyan, liənnəhu səələ mən həzihi. Bu hədisdən götürülən əsas faydalardan biri odur ki,
lüt halında nəsə danışmaq, nəsə soruşmağın icazəli olması. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, orada nə idi? Oruyan halındaydı. Yəni lüt halındaydı, çünki qusullanırdı. Və oradan kimin gəldiyini soruşdu. Və buradan istinbat çıxır. Çimdiyin yerdə məhraba yadından çıxdı. Çağırıb istəməkdə nədir? İcazəlidir. Və yaxud da ki, qapı döyülür. Evdən deyirsən ki, məsəl üçün, qapı döyülür, qapını açın. Bu şeylər nədir? İcazəlidir. Ora haradır? Deyək, hamam. Buradan da nə çıxır? Hamamda bəzi hallarda danışmağın icazəli olması. Burada qiyas ayaq yolunu gətirə bilərsənmi? Bəzi hallarda gətirənlər var. Niyə? Çünki elə yerlər var ki, ayaq yolunla hamam eyni bir yerdədir. Aydın oldu mu? Görürsən ki, qiyas eləyib, istinbat çıxardanda, ona görə alimlər gətirir ki, ixtilafdır təbii ki, ayaq yolunda danışmağın əslinin, yəni hədis olaraq və yaxud da ki, nədənsə istinbat olaraq yoxdur, haramlığı yoxdur. Gəlməyib ki, ayaq yolunda kimsə danışmağının haram olması. Həmçinin gətir ki, ənnən nəbiyyə sallallahu aleyhi ve sellem lə ya'ləmül qayb. Buradan faydalar Peyğəmbər sallallahu aleyhi ve sellem qeybi bilməməsi. Hardan çıxartdı? Fəhədihi imra'atun hadarat indah. Çünki deyir, ora bir qadın gəldi. Əmisi qızı idi. Məzəlikə lə yadri mən hiyə. Çünki onun kim olduğunu bilmədi. Soruşdu ki, kim idi o gələn? Dedi, filan kəsəm. Əgər qeybi bilsəydi, onu soruşardı, xeyr. Demək, buradan da dəlildir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem qeybi bilmirdi. Təbii ki, Allah bildirdiyi şeylərdən başqa təbii ki, yanında. Buradan da dəlildir ki, qeybi bilməyən zahirində, yəni hansı dünyada olarkən, yəni dünyasını dəyişəndən sonra nəsə istəmək ümumiyyətlə mümkün deyil. Çünki sağlığında qeybi bilməyən öləndə necə işitsin, necə qeybi bilsin, mümkün deyil. Şeyx buradan faydalardan gətirir. Və fi aydan dəlilu alə cəvazi sifril mər'əti zəvcəhə və rü'yətihə lil'uvrətih. Liyənə meymunətə sətərətu və tüşəhidu keyfə yəsna fi ixtisəli. Və həmçinin deyir, hədisdə də varid öncəki hədisə Meymuna radiyallahu anh hədisdən Peyğəmbər s.ə.v necə qusul aldığından xəbər verir. Yəni, öncəki dəstə keçdi ki, qadın kişi bir-birinin yanında icazəlidir ki, yəni paltarsız qusul almağın, yəni icazəli olması. Və nəqul fi dəlilun ələ istihbəbil qasl əndə fəthil qariyyəti fi cihət. Buradan deyir, sual çıxır. Hər hansı bir kəndi, məntəqəni, şəhəri və s. fəth eləyəndə qusullanmaq sünnədirmi? Niyə? Orada ehtimal var idi ki, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm fəth elədi deyə həmən yeri, Məkkən fəthini. Onda qusul aldı. Bəzi alimlər gəlir ki, və yəhətəmlu ənə Rasul səlləm ixtəsə li əcli mə həsələ minəl qubər. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem orada deyir, ehtimal var idi ki, deyir, fəth eləyədikdə bütün bədən torpaq idi. Və bütün bədən torpaq olduğundan nə oldu? Çimirdi, qusullanırdı. O səbəbdən deyir, yəni icazəlidir. Onun alimlər arasında ixtilafdır. Bir yer fəth olanda Allaha şükür, təşəkkür naminə qusullanmaq, yummaq icazəlidir. Bəziləri deyir, xeyr, o üstü başı tər idi, torpaq idi, ona görə qusullanmışdı. Yəni, ehtimallar çoxdur. Alimlər gətirir ki, burada ehtimallar çoxdur. İxtasər li əcl mə həsən mə qurab və məşbə zəlikə mimə yətəlləqu fi əsfəli səbiq. Və mədəm l-ihtimalə qaimən fəl-istidləl səqat. Lakinnə sallallahu aleyhi və səlləm sallə 8 rəkat. Lakin deyib, Peyğəmbər sallallahu aleyhi və səlləm bundan sonra 8 rükət namaz qıldı. 8 rükət namaz qıldı. Bəzilər deyir ki, innə həzi salətə hiyyə salətul duhə. Bəzilər deyir ki, bu duha vaxtına olan vaxtdır ki, onda Peyğəmbər sallallahu qıldı onu.
Av və yaxud da innəhə salatul fəth. Bəziləri deyir ki, xeyr, bu fəth namazı idi. Çünki fəth etdi, ona görə qıldı. Və fi hədi məsələti qavlən. Burada deyir, artıq 2 dənə əsas var, məsələ var. Nədir? Və bəzi uləmə, bəzi alimlər deyir ki, innəhu yusənnu lil-imami İzə fəthəl bələdən ən yusalliyə fihi rəqəət şükran lillahi istidlələn bihədəl hədis. İmam sünnə olaraq, əgər bir yer fəth olunarsa da, Allaha şükür edərək şükürnaməyə Allah üçün deyir, 8 rükət deyil, namazı qılmağı sünnədəndir. Bəzimli alimlər onu gətirir. Getdin haranı fəth elədin, getdin Yerevanı fəth elədin, elhamdülillah, başladı 8 rükət nədir? Şükür namazı qılmağa. Bunu sünnə olaraq alimlər bir qismi bu cür qəbul edir. Dərsdən sonra inşallah. Bir qismi belə qəbul edir. Və bə'duhum yəqulu, və bəziləri deyir ki, İnnə həzihi rəqəətü salatu duha. Bəziləri deyir, xeyr, bu deyir duha namazı idi. Ləkinnəl ma'rufən, baxın, bura mühimdir. Lakin deyir, bilinir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt davamiyyətli olaraq duhanı qılmıyor. Bu səhiydir. Niyə? 2 halla Peyğəmbər sallallahu aleyhi və səlləm duhanı qılardı. Bir, səfərdən gələndə, bir də cihaddan sonra. 2 halla. Və ona görə deyir ki, daha doğrusu cihaddan gələndə nə deyir, qılardı. Bəzi alimlər yəni belə gətirir. İndi gətirir ki, duhanın olmağı biraz deyir nədir? O qədər maruf deyil. Niyə? Çünki davamiyyətli qılmırdı. Davamiyyətli qılsaydı, Peyğəmbər s.ə.v duha olaraq qəbul edərdik. Lakin cihaddan sonra qıldığı da bu da nədir? Ona dəlil. Dəlil olur ki, artıq bu nədir? Duhadır. Çox böyük ehtimal nədir? Hə, duhadır. Fəzi yuracih qavlə bi ənə həzə salatul fəth. Lakin racih olan Şeyx Hüseymin Rahiməllah da bu rəydədir. Əgər desə ki, bir alim, bir şeyx, bir tələbə racih olan budur, demək ki, həmin şəxsin özü də nədir? O rəydədir. Bir alim, bir şeyx desə ki, racih olan, yəni ən üstün olan budur deyəndə, demək, onun da qəsdi, onun da tutduğu mövqe odur. O Şeyx Hüseymin Rahiməllah gətir, racih odur ki, buradakı fəth namazı idi, duha deyil. Fəth namazı idi. Yəni doğrusunu Allah bilir. Və qad əxəzə bihə bə'dul xulafə fəkənə izə fəthə bələn sallə və cədiru binəən nusalliyə lillah izə ən'əmə aleynə bil fəth. Ona görə bəzi deyir, xəlifələrdə deyir, bu deyir, baş veribdir. Fəth etdiyindən sonra dəyərli olsun, uyğun, layiq olsun deyə Allah üçün neylər? Namaz qılardılar. 8 rükət nədir? Bu Allahın bu neməti bizə verdiyi üçün bu fəthi qələbə, bu fəth edib qələbə qazandığımız üçün nədir? Bunu qılırdılar. 8 rükət nədir? Qılırdılar. Yəni də doğrusu nədir? Allah bilir. Sonra yeni bir bab açır. Şeyx deyir ki, İzə ihtəmələtə mər'atu. O vaxt ki, qadın ehtimal olduqda nə etməlidir? İhtimal qadının başına gələn, belə deyək, qusul. Qusul hökmüdür. Deyir ki, Ummu Sələmə, Ummul Müminin, müminlərin anası olan Ummu Sələmə deyir ki, Ənəhə qalə cəət Ummu Süleymin imra'atu Əbi Təlhədə ilə Rasulillahi sallallahu aleyhi ve sellem. Ummu Sələmənə rivayət olunur ki, Əbi Təlhənin zövcəsi Ummu Süleym Allah Rasulü sallallahu aleyhi ve sellem yanına gəlir. Fəqalət, deyir ki, ey Allahın Rasulü, inna Allah la yəstəhi minəl haqq. Allah subhanə və teala haqqı deməkdən utanmaz, çəkinməz. Həl alə mər'ati min guslin izə hiyə ihtəmələt. Deyir ki, bir qadın ehtimal olduqda qusul alınmalıdırmı? Fəqalə Rasulullah, nəam, izə rəətil məə. Deyir, bəli, əgər o deyir, suyu gördüyü halda, görərsə də. Bu şərtdir.
أنه إذا احتملت المرأة فإنها تغتسل lakin بشرط إذا رأت الماء. Əgər deyir, qadın da ehtimal olduğu halda artıq qusul alar, o əsasdır ki, şərtlərdən biri onu görməlidir. Həmən suyu görməlidir. Və qavlu Nəbi s.ə.v əl-mə هنا للعهد ذهني يعني الماء معروف الذي يوجب الغسل وليس كل ماء ولهذا نقول إذا احتملت المرأة أو الرجل أيضا فوجد بللا فإما يتقين أنه مني فيجب عليه الغسل ولا يلزمه غسله. Deyir ki, şərtlərdən biri əl orada nə deyil? Zehniyidir. Zehni nədir? Sən onu dəqiq bilib anlamalısan. İstər də kişidə olsun, fərqi yoxdur. Baxdıqda baxmalıdır və yəqin olmalıdır ki, bu qusul hökmündədir, yoxsa məzi hökmündədir. Yəni, onu baxmalıdır. Qadın da ki, həmçinin. Baxmalıdır ki, orada sudurmu, yoxsa həqiqətən də ihtimal məni suyudur. Məni dedikdə, yəni ki, qadında olan o sudurmu. Yəni, ona dəqiq baxmalıdır, bilməlidir. Zən orada hökm artıq daşımır. Zənn edir, görəsən, budurmu, yoxdur, qusullarını, xeyr. Şərt qoyur Peyğəmbər, görməlisən. Yəqin olaraq nədir? İstər kişi olsun, istər qadın. Yəni, şərt olaraq nədir? Onu görməlisən, yəqin olmalısan. Yəqinsəsə mənidir, qusul alsan. İhtəmələtdir, qadın qusul alır. Yox, məzidirsə, bildiyimiz kimi, xəyaları yuyulur, ət yuyulur, zəkəri yuyulur, onunla da nədir? Dəstəmazanlı kifayətlənir. Əgər tərəddüd olursa da, bilmir mənidir və yox da ki, məzidir, hələtə yecub aleyh qusul. لأن الأصل بقاء طهارة وقد قال النبي صلى الله عليه وسلم في رجل أن يكون عنده شيء يشكل عليه أخرج منه صوتا أو ريحا قال لا ينصرف حتى يسمع صوتا أو يجد ريحا فلا يجب عليه الغسل. Deyir ki, əgər ehtimal olduqda burada, yəni şübhə içindədirsə də, onda deyir ki, təkcə yunur, qusullanmır. Övrət yerini yuyur, bitir, qusullanmır. Hətta zənn olsa belə, %100 bilmədiyi halda qusullanmır. Həmçində qadın. %100 görmədiyi halda qusullanmır. Çünki Peyğəmbər sallallahu bu hədisindən istinbat götürülür ki, bir insan şübhəyə düşür, deyir, əgər səndə səs keçmişdir bu hədisi ki, eşitməsən və qorxu gəlməsə, namazı oradan tərk etmə. Tərk etmə. لكن هل يجب عليه أن يغسل ما أصابه؟ قال بعض العلماء ما دمنا قد حكمنا بأنه ليس مني فهو مذي يجب عليه غسل ما أصابه. Alimlər gətirir ki, əgər məni döyülməzdirsə, neynəməlisən? Yummaq nədir? Kifayət edir. İnsan yatdığı halda və yaxud oynaşdığı halda bəzi şeylər baş verir. Şəhvətdən sonra deyir, məni neynir? İnsan orada ərəbcə gedir. Futur nədir? İnsan şəhvətin güclü halda orada məzi çıxmır. Yavaş bədən soyuduqdan sonra, daha doğru məzi, soyuduqdan sonra baxır ki, başı biraz nə olubdur? İstanıbdır, nəmlənibdir. Və onda deyir, bilir, deyir. Ona görə deyir, o halda deyir, baxmalıdır sonra. Yəni, bədən yavaş yüngülləşdikdən sonra baxır ki, orada mənidirmi, yoxsa məzidir. İnsan var ki, məsələn, hətta yüngül oynaşdığı halda məni də gələ bilər. O insana qayda nəyə? İnsana. İnsanın nəyini? Özünə. İnsanlar var ki, məni ondan deyinci tez çıxır. İnsan var ki, məsələn, gec çıxır. 10 dəqiqə, 20 dəqiqə sonra. İnsan var ki, nədir? Tez çıxır. O hal qaydır nəyə? İnsan. Onun alimlər gətirir ki, bu halda baxmalısan. Dəqiq baxmalısan. Məzidirmi, yoxsa mənidir? Yəni, nədən sonra? Şəhvət yavaş-yavaş söndükdən sonra. وأوجب عليه بعض العلماء الغسل وأوجب عليه الغسل ما أصاب ثوبه احتياطا لكن الذي يظهر لي أنه لا يلزمه الغسل لأن الأصل عدم وجوبه لكن يغسل ما أصاب لأنه إذا انتفى أن يكون منيا لازم أن يكون إما بولا وإما مذيا. Yəni, deyir, aydın məsələdir ki, yəni ki, burada vacib olan yumaqdır. Yəni, zəkarı və yaxud da ağ yerləri, xüsusiyyətini yuyursan, artıq nədir? Kifayət edilməz halda. Mənidə də hamımız bilirik ki, nədir? Qusul almaq lazımdır. Burada hədisdən olan əsasən qaydalardan, ədəbdən, əxlaqdan biridir ki, Ümmü Süleymənin yəni ədəbindəndir ki, ilk dəfə gətirir ki, Allah heç vaxt haqqı deməkdə neynəməz? Utanmaz. Haqqı deməkdə utanmaz.
və bunun ədəbindən, əxlaqından gəlir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona cavab verməsi. Buradan da istinbat çıxır ki, qadın elm tələbəsindən və ya alimdən və ya şeyxdən soruşa bilər. Dinini öyrənmək üçün soruşa bilər. Orada heç bir nədir problem yoxdur. Həmçinin burada Allah Subhanahu və Taala'nın istihya hançı sifətlərindən ki, Allah Subhanahu və Taala Hayyundur. Hayyun nədir? Var hayyun, hayyun var, hayyun diri. Bir də var hayyun. Yəni utanan. Yəni nədir məna orada? Açılan əlləri geri qaytarmaqda utanan. Hədisdə, bu da hədisdə gəlir. Necə gəlir hədis? Deyir ki, İnnallaha hayyun kərimun yəstəhyi min ibadihi izə rafa'a ileyhi yədey la en yaruddahuma sifran. Əsas budur. Yaruddahuma sifran, iki əllərini. Yəni ki, Allah utanar. O şəxs ki, iki əllərinə açar, iki əllərini açar, Rəbbindən istəyər, onun istədiyini geri qaytarmağa Rəbbin utanar. Çatdı mənə? Yəni Allah hansısa bir qulun iki əllərini açıb Rəbbindən istədiyi hər hansı bir şeyi onu geri qaytarmağa utanar. Yəni 100% ixlasla olan dua qəbuldur. Bu dünyada ola bilər xeyir üçün deyil, amma əvəzi axirətdə 100% veriləcəkdir. Axirətdə 100% veriləcəkdir. Ona görə də bu haqda deyir, məsələlər çoxdur. Həqiqətən Allah Subhanahu taalanın sifətlərindən biridir. Hayyun həqiqətən də çox gözəldir və insanın əxlaqı burada nədir? Böyük rol oynayır. Necə ki, Ümmü Sələmə, daha doğrusu Süleymə gözəl şəkildə, yəni ədəb şəklində gəlib istəməyi, soruşmağı deyir, nədir? Bu müəllimlə tələbə arasında olan nədir? Bir diyaloqdur. Gözəl bir diyaloqdur. Burada kifayətlənək. Allah Subhanahu bizə faydalardan etsin. Subhanakallahumma hamdik, əşhədu an la ilahe illa ente, estağfiruke və etûbü ileyk.